Ən sevimli keks zebra. Mən məktəbdə oxuyanda bizdə əmək dərsi var idi. Orada öyrənmişdim bu resepti. Amma bu biraz fərqli reseptdir. 4 yumurtanı qarışdırırıq 1 stakan yarım şəkərlə. 1 çimdik duz da qatırıq. Sonra bura qatırıq 1 stakan ilıq su və 1 stakan bitki yağı. Ayrıca qabda qarışdırırıq 3 stakan un və 2 çay qaşığı qabartma tozu və sonra qatırıq yumurtaya. Dəmir ilə qarışdırırıq. 2 yerə bölürük kütləni. Bir hissəsinə 2 xörək qaşığı, mən 3 qatıram, kakao qatırıq. Qarışdırırıq və formaya, məndə 28 sm idi. Qaşıq, 1 qaşıq yarım ağ kütlə, şokoladlı kütlə və belə tökürük bir-birinin üstünə. Kütlə qutarana qədər. Bizim əsas reseptimiz orada yağ var idi, kərə yağı, simit xama, mən çox onu sevirəm. Bu da gözəl reseptdir. Necə deyirlər, büdjetli variant. Çox pul gelmir ona, vəsait gelmir. 180 dərəcədə hazırlayırıq onu. Hardasa 50 dəqiqə məndə getdi.